Əvvəl pesoku əlavə edib qarışdırmağım nedir? Biraz pesok yumurta ilə açılsın. Həmən duzu atsaq ora, o yığılır aparatlı yumurta. Amma pesoku töküb qarışdıranda açılır. Duzu ver oradan zəhmət olmuş. Sənin boyun hündür. Ay, sağ ol. Oradan da bir çay qaçır. Hə, var içində. Yəni birinci özünə görə duzunu qoxmuruq buranda. 3 yumurtaya 2 xörək qaşığı pesok, 1 çay qaşığı siləmə. Bu çay qaşığı görürsünüz, kofe qaşığıdır. 25 ədəd tam-tamına çıxır. Hə, niyə az olur ki? Yox, biz ölçüyə görə də həm də ki, biz onu 50 dənə, 100 dənə eləyəcəksə, axşamacan buradayıq. Gördünüz, duzu vurduk, həm rəngi değişdi, həm də köpməsi getdi. Neyinirik? Evdə hazırlayanda burada yoxdur. Ümumiyyətcə bir çimdik soda vurun. O soda onu qəşəng belə deşik belə qəşəng köpdürür. Yox, birincikə yox. Birincikə isti su vura bilərsən. O halda ki, biz, məsələn üçün, bura 300 stəkan un əlavə edirik. 2 xörək qaşığı manlı qrup əlavə edirik. Südlə qarışdırırıq və sonra, hamısı qarışandan sonra üstünə 1 stəkan yarım ölçüyə görə isti su vururuq. İsti su o mannının dənəciklərini açır. Amma çox qəşəng birinci qalmır. Ona pesokunu da artıq elə. Sonra həmin o birinci arasında şokolad qoy ilə, bananla şokolad qoy bükünə. Çox qəşəng qalmır. Desert kimi yəni yeyə bilərik.